İmtahanlar şagirdlər üçün həm bilik, həm də psixoloji cəhətdən çox çətin və məsuliyyətli mərhələdir. Biz bu prosesi əvvəlcədən hazırladığımız və tətbiq etdiyimiz plan üzrə təşkil edirik. Hazırlıq zamanı mövzular sistemli şəkildə təkrarlanır, tapşırıqlar mərhələli şəkildə çətinləşdirilir və nəticələr daim analiz olunur. Şagirdlər nəyi, niyə və necə etdiyini anlayır. Məqsədimiz yalnız imtahandan keçmək deyil. Məqsəd imtahana hazır, sakit və özünə inamlı daxil olmaqdır. Biz hər şagirdi eyni proqramla öyrətmirik. Çünki hər şagirdin səviyyəsi, tempi və ehtiyacları fərqlidir. Dərslərdən əvvəl, yəni sınaq dərslərimizdə hər bir şagirdin bilik səviyyəsini analiz edirik və ona uyğun proqram tərtib edirik. Zəif mövzular gücləndirilir, güclü tərəflər isə daha da inkişaf etdirilir. Bu yanaşma şagirdin özünü dərsdə rahat hiss etməsinə və real irəliləyiş əldə etməsinə imkan yaradır. Əgər siz də övladınızın yüksək nəticəsinə şahid olmaq istəyirsinizsə, burada qeyd etdiyim nömrə ilə bizimlə əlaqə saxlaya bilərsiniz və ya direkt üzərindən bizə mesaj göndərə bilərsiniz.